Salamlar olsun bütün dünya Azərbaycanlarına, o cümlədən məni sevənlərə də, sevməyənlərə də, sevməyənlərə də Allah Teala ağıl versin, ağıllı olsun. Dövlətimizi, dövlət başçımızı, dəmir yumruq prezidentimizi və vitse-prezident Mehriban xanımı sevsinlər. Sevməyənə də Allah Teala yenə deyirəm ki, ağıl versin, ağıllı hərəkət eləsinlər. Mənim əzizlərim, mən biraz bugün fərqli çıxış edəcəm. Bütün Azərbaycan xalqından və Cəllabadlılardan üzr istəyirəm, məni bağışlayasınız. Mən Rusca demiş ki, ya vunujdim. Məcburam mən bunu açıqlayam ki, halbuki Cəllabad rayon təhsil sektorunda nəyi gizlədirlər, nə abırsız hərəkət gedir. Siz fikir verin, təhsil şöbəsinin sektoru İlkin Zeynalov. Mən məktub yazmışdım. Məktubda hətta regionalniyə də göndərmişdim. Əvvəl regionalniyə mən yazılı sürətdə göndərməmişdim. Şifahi demişdim. Onlar İlkindən soruşur, İlkin deyir, belə bir şey yoxdur. Sonra mən yazılı sürətdə yazmışam. Azərbaycan Respublikasının prezidentinə, Mehriban xanıma, Altay Həsənova, Samir Nuriyevə, sonra Kamran Əliyevə, prezidentin köməkçisi Kərəm Həsənova və Respublikanın Daxili İşlər Naziri Vilayət Eyvazova, Təhlükəsizlik Naziri Əli Nağıyevə, Azərbaycan Respublikanın Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə, Cəllabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilova, Cəllabad rayon prokuroruna cənab İlqar Məmmədova. Bunları mən yazmışam bunların hamısına. Amma çox təəssüf ki, bunlar da göndərirlər təhsilə, təhsil öz formasında götürür, mənə cavab göndərir. Mən yazmışam orada almadan, heyvadan, o isə mənə yazıb göndərib pomidordan, xiyardan. Mənim əzizlərim, indi sizə açıqlayıram. Deməli, mənim 22-ci ildən bu başlanıb, İlkin Zeynalov və digər bir rəhbər şəxs də belə hərəkət eləmişdi. İlkin Zeynalov qayıdır mənim oğluma deyir ki, mənim oğlum məktəb direktoridir. Qayıdır ona deyir ki, sən Atva denən Avropadakıların Qabil Məmmədovu, Turan Sadıqlığını, o vaxt Vidadi İskəndərli də uğraş görbagör olmamışdı, sağ idi. Bunları, sonra Orduxanı, Məhəmməd Mirzəlini, bunları söyməsin. Mənim oğlunu demişsiniz, mən başa düşmürəm, sən nə danışsan? Deyir, prezidentin qohum-əqrəbəsi var, onlar söysün. Mehriban xanımın qohum-əqrəbəsi var, onlar söysün. Gör, təhsil sektorunun dediği sözə bax. Mən qabaqki çıxışımda demişdim bu nurçudur. Çünki bunun bir nurçu dostu da həbsxanadadır. Bunlar həmişə Azərbaycandan Avropaya informasiya ötürürdü. Bu İlkin Zeynalov şəxsən. Cənab Prezident, İlkin Zeynalov nəinki işdən götürülməlidir, o təhsili həbs olunmalıdır vətən xaini kimi. İndi baxın, görün təhsildə nə? Hamarqışlaqda bir cavan uşaq getdir həmətə. Sən hansı məktəbdə profilaktik tədbir keçibsən? Hansında keçibsən sən? Mən sənə deyirəm İlkin Zeynalov, aç qulağı eşit ki nə? Mən indi fakt qoyacam qabağa. Mən regionalliyə zəng vurub demişəm, belə bir şey, məktəb direktoru qoyulub belə bir adam. Dedi, ola bilməz Vaqif müəllim. Sonra götürdü, zəng vurdu, İlkinlə danışıb. İlkin qaydı deyib ki, yox, belə bir şey yoxdur. İndi mən buradan məcburam bütün Azərbaycan xalqından üzr istəyirəm və Cəllabadlı yerlərimdən üzr istəyirəm. Baxın, Cəllabadın təhsilin bu nə günə qoyub, nələr edir təhsildə. Deməli, 1988-ci ildə anadan olmuş, 1988-ci ildə anadan olmuş İskəndərova Zahra. O ailəni mən yaxşı tanıyıram. Bunun 88'de anadan olup
2001-ci ildə bu öz tələbəsidir. Öz tələbəsi ilə cinsi əlaqədə olub. 2001-ci ildə. Deməli 13 yaşında öz şagirdi ilə cinsi əlaqədə olub. İş işdən keçib. Abort eləmək olmayıb, mümkün olmayıb. Ondan sonra məcbur olub bunu gizli yolda saxlayıblar ailə kimi. Və istəyib başqa bir hokka da çıxarsın, alınmayıb, görür şikayət olunacaq. Ört bastır elblər bu cinayəti. 14 yaşın içində bu dünyaya uşaq gətirib. 14 yaşında, bəli, Adiyeva Gülyanad Adil qızı, Aqil qızı. Dünyaya uşaq gətirib 14 yaşın içində. Həmən bu məktəb direktorun, o məktəb hansı qoyublar direktor. Bunu o vaxt müəllim işləməyə qoymurdular. Bunu bəzən adamlar var, onlar pulun xatirinə onu soxuşdurdular müəllim işləməyinə. İndi də İlkin Zeynalov onu gətirib məktəb direktoru qoyub. Avropadakilərlə mübarizə aparan, Heydər Əliyevin mənafeyini qoruyan və Mehriban xanımın mənafeyini qoruyan, Daxili İşlər Nazirinin mənafeyini qoruyan, Dövlət Təhlükəsizlik Komitəsinin mənafeyini qoruyan, Baş prokurorun mənafeyini qoruyan Vaqif müəllim və oğlu, biz ailəmiz təhqir olunub bunlarla mübarizə aparmaqda. Amma mənim ailəmə qarşı bu hörmətsizlik etmək, gör bu cür ailə hansı ki məktəbi idarə edirdi, bir dənə de görüm məktəbdə bir tələbə narazı edirmi? Bir dənə valideyn narazıdırmı? Bir dənə müəllim gör narazıdırmı? Yox. Mənim oğlumdan rüşvət istəyirdi. Mən tapşırmışdım, rüşvət verilməsin. Məktəb direktorlarının hamısına 300 manat pul yığır. Sən o məktəbi sən təmir edibsən. Gəlin spor zala baxın, görün nə gündədir. Biz uzaqlaşdıq spor zaldan da. Görün spor zal nə gündədir. Amma o spor zal çempionlar yetişdirib. Azərbaycanın yığmasını oyunçular yetişdirib. İlkin Zeynalov, sən bu cinayəti nə cür örtbasır edərsən? Bəli, indi iş prokurorluqdadır. İş prokurorluqdadır. Bəli, Rövşən Əkbərov, general-leytenant, 30-35 il bundan qabaq adam öldürmüş Ukraynada, cənab prezidentimin Allah canını salamat eləsin, həmən cinayəti üstü açdı da, gedib cədasını da alır. Burada da bu cinayəti törədən və onu örtbastır eləyənlər məsuliyyətə cəlb olunmalıdır. Şəxsən məktəbin direktoru Adiyə Aqil cinayət məsuliyyətə cəlb olmalıdır və onu örtbastır eləyən, ona dayaq duran İlkin Zeynalov təhsil sektoru, o şəxsən müdürü cəza almalıdır. Cənab prezident belə bir adamı bir saatda o təhsil şöbəsində saxlamaq olmaz. Təhsili bu günə qoyarlar. Təhsili məhv eləyib bu adam. Bu adamın başına tumar verməklə, bu adamın tumar verməklə özü də ki, bu daim olaraq cənab prezident, bu nurçu olub. Mən sizin ən tərəfdarınız olan, ən sizi güclü müdafiə edən kişi mənəm. Mənim sizin yolunuzda ailə uşağım da söylülüb. Təhqir olunmuşam. Amma İlkin Zeynalov həmən adamlara 22-ci ildə Avropadakilərə informasiya verirdi. Bəli, həmin İlkin Zeynalovdur. Mən buradan bütün cənab prezidentə və bütün baş prokuroru, daxili işlərə, Dövlət Təhlükəsizlik Komitəsinə əməlli başı ciddi yoxlama geçsin. Mənim yazdığım, mən məcbur idim, mən yazmışdım ki, 3-4 ili bu həll olunsun, geçsin. Amma məcbur oldum, bunu açıram. 13 yaşında sən öz şagirdinlə cinsi əlaqədə olasan, 14 yaşında bu dünya uşaq gətirəsən, onu gizləyəsiniz. Bu nə deməkdir? Bu cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu nəinki məktəb direktoru, bu müəllim işləyə bilməz. İlkin Zeynalov da get kommunxozda süpürgəsi sən işləməlisən. Sən tərbiyənin başında ola bilmərsən. Təhsilin başında səni kimi Cəllabadda təhsilin başında işləyən oğullar olur. Ədalət Əsgərov uzun müddət işləyib. İndi də cəmaatın ona hörməti var. Vidadi Dövlətov, indi də cəmaatın ona hörməti var.
Təhsil şöbəsində mən məhtələm cənab prezident, müharibədə can qoyan, ermənin gülləsinin qabağına durub döyüşən oğlu və işdən çıxardaraq gör kimi gətirir, İlkin Zeynalovu gətirib onun yerinə qoyurlar. İlkin Zeynalovun nə əməlləri var? Hansı əməlinə görə onu gətiriblər? Cənab prezident, bu mundarlığa bir dəfəli bir xət çəkmək lazımdır. Rayon rəhbərinə də burada müraciət edirəm. Xahiş edirəm siz də rəhbərlikdə işə adam götürəndə bir əməlli başla analiz edin. Onun kökünü yoxlayın. 5 il, 10 il bundan qabaq prezidenti söyüb təhqir edən adama vəzifə verməzlər. Ay mənim gözəl rəhbərlərim. Verməzlər. Müxalifətdir. Haçan Əbülfəz xortlayıb gələr. Məmməd Əmin Rəsulzadə xortlayıb gələr, onunla onlara vəzifə olar. İlkin Zeynalov Əbülfəzçidir. Əbülfəzdən sarı canı başı geldi, ağrıyırdı. Ağlıyırdı gecə gündüz. İlkin Zeynalov kimi adam Cəlilabadın təhsilində qala bilməz. Aqil də, o da ikisi də cinayət məsuliyyətə cəlb olunmalıdır. Cənab prokuror, mən sənə sizdə burada müraciət edirəm, İlqar Məmmədov. Xahiş edirəm, həmən bu cinayəti mənə yazdığı cavabı da sizə gətirəcəm. Mən yazmışam almadan, heyvadan, o mənə yazıb armudla, pomidordan. Cinayəti örtbasdır eləməklə. Cinayəti mən açıq qoyuram onun üçün, mən məcbur oldum açıq efirə çıxam. Bu adam cinayət məsuliyyətə cəlb olunmalıdır. Hələ bir dənə də hörmətli İlqar müəllim, cənab prokuror, mən bir dənə də məlumat sonra ötürmüşəm. Saxta sənəd. Xahiş edirəm, məni çağırsınlar, onun detalına qədər araşdırma gedəcək. Bax, burada hamısı yerinə qədər, təvəllüdünə qədər yazılıb. Sən İlkin Zeynalov regionalına deyirsən ki, belə bir şey yoxdur. Ayıb olsun sənə, yalan danışma. Belə bir şəxsi təhsil sektorunda saxlamaq olar mı? Qəti. Təhsil naziri deşitsin, regionalını deşitsin. Bəsdirin oyuncaq oynuyorsunuz. 300 manat məktəb direktorlarına patent qoyubsunuz. Mənim oğlum pul vermədi ona görə. Dedi, ərzəni verərəm, pul vermərəm. Mənim oğlumdur. Mənim oğlum da Avropalarda təhqir olub. Mən də və mənim ailəm nə təhsil naziri, nə sənin nəslindən təhqir olunub. Nə də ki, regionalın nəslindən təhqir olunmayıb. Bir əməlli başlı fikir verin, hansı ailəyə toxunubsunuz siz. Mənim cənab prezidentə Azərbaycanda yox, dünyada məni kimi ona sadiq olan adam yoxdur. Bunu eşidin, bilin bir dəfəlik.